bizim yarışmamız devam edir. Təbii ki, bugün dördüncü kızımız, dördüncü iştirakçımız efirə çıxacaq və siz onun məharətlərini görəcəksiniz, o yemək pişirəcək, daha sonra aldığı paltarı nümayiş etdirəcək. Və bu təbii ki, bizim layihəmizdə bəlkə də ən iddialı xanımlardan biridir. Mən istəyirəm ki, bir iştirakçılarımı sizə təqdim edim, sonra sonda siz bugünkü iştirakçını görəcəksiniz. Beləliklə, 01 yazın 9117'ye gönderin. Aytaç xanıma dəstək olun. Aytaç xanıma dəstək vermək istəyirsinizsə 02 yazın və 9117'ye gönderin. Aytaç xanım. Elnarə xanım üçün 03 yazın 9117'ye gönderin. Elnarə xanım. Və bugün onun günüdür. Bugün onun günüdür. Bütün diqqətlər, bütün nəzərlər onda olacaq. Beləliklə Aygün xanım üçün 04 yazacaqsınız, 9117'ye göndereceksiniz. Aygün xanımı salamlayın. Hoş gördük Aygün, hoş gördük. Mən görürüm, bugün çox təvəzzökar gəldin səhnəyə. Heç şıltaqlıq eləmədin, heç belə özünü xüsusi təqdim eləmədin. Nə ilə əlaqədardır bu? Biraz məsuliyyət var, ona görə də əvvəla salamlayıram münsiflər heyətini. Xoş gördük yanımızda. Biraz həyəcan, məsuliyyət var, üzrə hesab edirəm ona görə. Çünki indiyənə kimi bu yaşa kimi yemək pişirməmişəm. Bugün sağ olsun dünən Almaz xanımın sayəsində məsuliyyətli olmağı öyrənmişəm. Və bugün bir yemək yox, iki yemək pişirəcəm. Bravo, alqış düşür buna. Gör necə həvəslə alqışlayırlar. Sən bilirsən ki, Aygün, demək, hər kəs xanımlar burada gəlirlər, qəşəng-qəşəng yeməklər pişirirlər. Xanımların birinci burada, belə deyək də, tənqidçisi Almaz xanım yeməkdə. Almaz xanım. İkinci tənqidçisi bu həftəmizdə Aytaçdır. Aytaç, mən sənə deyim, daha da çox belə sökür, hər şeyi bitdə-bitdə xırdalıqlara ayırır və daha da belə deyək, qorxunç nəticələrə gəlir rəqiblər üçün. Çox adam Almaz xanımı qınayır, amma mən valla həqiqətən də o xanımı çox istəyirəm, böyük simpatiyam var. Mən o xanımın sayəsində dünən gecə bəlkə demək olar ki, səhərə kimi yatmayıb, bu salat, həm salat üstündə, həm başqa yemək üstündə hazırlaşmışam. Hətta verilişdən çıxandan sonra mən bir kulinarın yanına getmişəm, yemək haqqında məlumat toplamışam, hansı ildə çıxıb, hətta onu da öyrənmişəm. Birazdan bunların hamısını danışacaqsan, rəqiblərə üst tutub demək istəyirəm ki, qorxun bu qızdan. Ən təhlükəli münsifə deyir ki, mən Almaz xanımın sayəsində belə paklonlar, reveranslar eləyir. Ona görə də... Çünki mən dedim ki, dünən heç kim inciməsin məndən. Dedim, Aygün, əgər yaxşı xal istəyirsinizsə, çalışmaq lazımdır və məsuliyyətli olmaq lazımdır. O da onu dərs bilib. Amma bu sənin üçün çox gözəl xasiyyətdir bu. Həqiqən mən xoşduram, tənqiddən nəticə çıxarmaq xoşduram. Beləliklə, hansı yemək pişəcək bugün? Bugün olivye salatı pişəcək və münsiflərə və sizə hədiyyə olaraq tərəvəzli, xamalı fransız şorbası. Şorba. Nə yaxşı şorba. Heç birini pişirməmişəm ilk dəfə. Azərbaycanlıların belə deyək də ən xoşladığı yemək aşdır və kebabdır, düzdür? Yanılmıramsa düzəliş eləyin. Qoyun əti. Hə, qoyun ətindən pişən yeməklərdir. Daha konkret. Hə. Mənim ən sevdiyim yemək şorbadır. Mənə şorba verən gözümün işıqdır. Şorba yeməyəndə elə ki, nəfəsim kəsir. Bugün Ulvira xanım degustator sizsiniz də, çünki çox şorba yeyirsiniz də. Ona görə də yaxşı bilərsiniz bu, belə bir. Amma sizdən yaxşı bilə bilmərəm. Bugün indi ola bilər ki, birdən alınar, alınmaz ya, indi əvvəlcədəndən üzr istəyirəm sizdən. Ona görə də həm də istəyirəm ki, neçə gündə əziyyət çəkib, bura gəldiyimizə görə, vaxtınızı, qızıl dəyərli vaxtınızı bizə sərf etdiyimizə görə əvvəlcədən sizə minnətdarlığımı bildirirəm və bir gül dəstəsi ilə xanımlarımıza müraciət etmək istəyirəm, olar? Təşəkkür ederim. Buyur, gözləyirəm. Vallahi qorxulur bu qızdan.
O qızdan qorxulur. Almaz xanım. Görürsünüz necə tədbirli gəlib. Komplimentlər yağır yağış kimi. Aytən indi gözlə sənə də nəsə deyəcək. Aslana da deyəcək. Balaşı bugün studiyada görsək Balaşı da deyəcək. Hərənin könlünü alacaq. Həmən belə görürəm ki. Balaş dünən hədiyyə olunan şampunla içdim, başını yuyur, ona görə biraz gec gəlir. Yəqin ki. Bəh. Buyur təqdim elə Bunu münsiflərə. sizə təqdim edirəm. Hər birinin üstündə göz muncuğu var. Allah Göz sizi dəyməsin. nəzərdən saxlasın. Təşəkkür edirəm. Çox sağ ol canım. Sağ ol. Bu güllər əlimdə gəzərəm bugün. Çünki xoşum gəlir. Bax bu ağırlıqdan bir xoşum gəlir mənim. Gəl görəsən sənin də Aytən. Bəli. Bu ağırlıqdan deyirəm xoşum gəlir. Deyir dost məni bir qozla sayısında, yəni biri çürük də çıxa bilər, problem yoxdur. Amma digər tərəfdən Aygün xanım əsl Azərbaycanlıdır. Yəni bilir ki, az sonra əsas proseslər başlayacaq, amma buna baxmayaraq minnətdarım, təşəkkür edir və hamınıza uğurlar arzulayıram. Çünki bu bir neçə gün ərzində qızları da tanıdı. Hamısı çox səmimi, necə vardılar həyatda, elə də ekrandadılar. Bu doğrudan da səmimiyyət gözəl şeydir. Hamısına afərin, doğrudan da uğurlar Aydın, biz Aygün. gedək başlayaq yeməyimizi pişirək. Aygün, gəl. And that chicky boom, chicky boom, chicky boom. He's a really modest guy, although he's the hottest guy in Havana, in Havana. Nələr var? No, when I can chicky boom, chick. Ay Allah, nələr var burada? Önlüyü istəyirəm mən, önlüyü. Place my hand on you, and if you will just give me your hand, then we shall try, just you and I. If you like the beat, take a little beat, and I need you to chicky boom, chicky Geyimlik boom, ecimdə olan chicky burada. boom. Dön. Mən burada o qədər ingredient görürəm. Almaz xanım. Bax, belə fikirləşə qalmışam. Bunların hamısını bizim dükandan almışdın. Yoxsa Bəli. əlavə gətirmisən? Yox, mən qeyd elədim axı, o birisi yeməyi, yəni O bizə hədiyyədir. hədiyyə olaraq, bəli. Yəni Nə əsas verir yeməyimiz birinci? olivye salatıdır. Hə. Olivye salatının tarixçəsi barədə danışım. Buyur. Yəni o dərəcədə gecə məsuliyyətli olmuşam ki, hamısını öyrənmişəm. Olivye salatı 1957-ci ildə Sloveniyada yaranıb. Əsl adı olivye salatı olmayıb, tərəvəz salatı olub 1957-ci ildə. Sonradan Sloveniyadan Rusiyaya yayılıb bu salat. Rusiyada isə buna Stalishin salat, yəni paytaxt salatı adlandırıblar orada. Sloveniyadan Fransaya yayılaraq isə bunun tərkibinə göyərti və alma qatılaraq adı dəyişdirilib. Məşhur kulinarın George Olivier'in şərəfinə, yəni onun familiyasının şərəfinə bu salatın adı olivye salatı adlandırılıb. Və onu da qeyd etmək istəyirəm ki, Fransada, Fransanın Louvre şəhərində yəni olivye kafesi də var, 75 il fəaliyyətdədir hətta. 75 il. Bəli. Hə, aydın məsələdir. Demək, dünən bizim Aytən deyirdi ki, Yəni ilk salat dəfə... haqqında hər bir şey Bəli, öyrənmişəm mən ki, yeri gəlmişkən bunu qeyd eləmək tərkibindəkilər, istəyirdim. yəni bilirəm artıq nədir. Həm məşhur povrların yanına getmişəm, kulinarların yanına getmişəm, həm internetə girmişəm, Almaz xanım demişkən, hamısını öyrənmişəm. Maşallah, çox məsuliyyətlisən. Mən belə başa düşürəm ki, sənin kulinarın, demək, çox bilikli adam olub. Hardadır, harada işləyir o? Bakıda. Hə, başla sən doğramağa. Çax, bax, buradan mən sənə verim. Peçkinə, hər ölçüdə, hər ikilikdə. Amma mən onu məsəl üçün böyük bıçaqla doğrayardım ki, daha rahat olsun. Mən böyük bıçaq tutadım. Nazik, Ümumiyyətlə iş görməmişəm axı. Birinci dəfədir inşallah. Amma valla görməyən qız üçün çox sən belə diqqətli yanaşmısan. Bax, burada duz istiyot da var da. Hə, bu duz istiyotdur. Əla, bizimkidir. Onu da qeyd edeyim ki, olivye salatında hər bir ərzaqlar yəni yaşıl noxud boyda olmalıdır. Hə, dünən Almaz xanım bu barədə demişdi. Hətta çörək də almışsan. Çörək məncə alış-veriş zamanı alınmayıb, hə? Yox, yəni sonradan gətirmişəm. Sonradan gətirir. Bu qazanımızda nə var? Qazanımızda su qaynayır, yəni o tərəvəzli, xamalı fransız şorbası üçün qaynayır. Dadlı olsa mən də gedib evdə bundan pişirəcəm. İnşallah, Tərəvəzli, yəni xamalı. həm də məşhur kulinar öyrədib ki, çox asandır. İnşallah görək də. Görək, Mən əgər o indi salatın qayıdım. öhdəsinə gəlsəm.
Alma məni çaşdırdı. Alma, Bu nədir? yəni alma yağdır, kərə yağı. Kərə yağı. Aha, o da xamadır. Bəli. Mayonezdir. Aydındır. Bəs alma mən eşitməmişim. Alma, yəni bayaq qeyd etdiyim kimi, olivye salatında Sloveniyadan Fransaya yayılaraq tərkibinə göyərti və alma əlavə olunub. Fransada? Fransada, bəli, hə. Aha. Yəni Sloveniyadan Fransaya yayılaraq tərkibinə alma ilə göyərti əlavə olunaraq adı dəyişdirilib. Yəni tərəvəz salatının adı dəyişdirilib. George Olivye'nin şərəfinə olivye salatı qoyulub adı. Mən indi gedim çay verim orada içsinlər. Mədələrini hazırlasınlar və Aytənə bir-iki sualım var mənim. Bəli, bəli, elə mən də mikrofondan bayaqdan gözləyirəm. Əslində ilk dəfə Sloveniyada yox. Sualım nədən ibarətdir Aytən? Bir daha xatırladıram ki, dünənlərin bəli, ilk dəfə Dünən olaraq dedik ki, bəli, 4-cü Genrix üçün ilk dəfə bu hazırlanıb. Əslində ov quşu deməli. Xoş gəldin bala. Ah, çox sevdiyim mahnıdır. Aha. Bəzəydi süfrəyə, süfrəmizə çay gəlsin çay. Süfrəyə, süfrəmizə çay gəlsin çay. Çayın adı gözəl, özün adı gözəl. Eti gələnlər arada, o şirin çayı. Yazan sevginin arada, boş bəxtiyə pay ver. Ona şirin çay ver. Yeniliklər var ha burada. Bayaqdan Kolumbiya ehtirasları idi burada. İndi Bu Azərbaycan mahnını. arada da milli, bəli, mən düşünürəm ki, bu bizim tamaşaçılarımıza xoş gələcək. 10 dəqiqə işləmiş demək bizim Aygün getdi mətbəxə və artıq doğruyur. Mən indi istəyirəm eşidəm ki, Aytən sözü axıra qədər nə idi? Bəli, dünənləri mən olivye salatı barədə demişdim. Əslində ilk dəfə bunu mən bir daha xatırladıram. Yəni məlumatlı yox, artıq birbaşa mənbədən bilirəm ki, ilk dəfə deməli ov quşları ətindən, sonra bildirçin yumurtası və digər ora qatmaqla ilk dəfə 4-cü Genrix üçün olunub. Sonra bilmirəm haralara gedib, harada bizim dolma kimi də. Birinci indi deyirlər Sloveniyadan çıxıb, amma əslində ilk dəfə olaraq bəli Fransada Kral Sarayında sonra. İlk dəfədə adı Olivye idi. Yox, ilk dəfə adı Olivye deyildi, amma sonradan onu biraz təkmilləşdiriblər, sonra Olivye olub. Bəli. Mən dünən də dedim ki, aşpazın adı iləndir. Onu dünən mən vurğuladım. Biraz belə çaşbaş salan məlumatdır. Mən elə gəlir ki, belə şeylərin dərininə, lap axır nöqtəsinə gedib çıxmaq çətin məsələdir. Ondan sonra bizim dolmanı ermənilər uğurlayırlar, bu məsələnin axırına gedib çıxsaq daha yaxşı olar. Sən gör, səslənməsi dolma doldurmaq sözündən, dolmaq sözündən. Necə oldu erməni yeməyi mən bilmədim. Və yeri gəlmişkən mən bir şey deyim, Aygünün bəlkə də xətrinə dəyməyəcək, bugün mən yeməyəcəm bu yeməkləri. Çünki mən açığım deyirəm, bu pafosdan da uzaq olsa, biraz deyərlər, ura vətənpərvərlidir və s. patriotizmdir, xeyr. Mən 1915-ci il qondarma erməni soyqırımını tanıyandan sonra Fransada və buna görə əgər kimsə Fransada bunu inkar edirsə, o insanı hətta məsuliyyətə cəlb elər və hətta zindana da ata bilərlər. Ona görə Fransa mətbəxidir, Fransa paltarlarıdır və Fransa istehsal olan istənilən şey mən şəxsən Aytən Səfər olaraq boykot eləmişəm. Lap yaxşı, bu sənin mövqeyində, amma mən düşünürəm ki, bunun olivye salatı sonradan adını orada alıb və dediyi kimi Aygünün başqa bir yerdə başlanıb, sadəcə olaraq alma orada qatılıb, amma bu sənin vətəndaş mövqeyində alqışlayıram və sənə qatılıram. Reklamlara da həmçinin, reklamlar çox maraqlıdır.